Bu resept sizə bütün alınmayan biskvitlərinizi unutturacaq. 8 ədəd otaq temperaturunda olan yumurtanın üzərinə 8 xörək qaşığı şəkər tozu və 1 çay qaşığı şəkərli vanilin əlavə edib mikserin son sürəti ilə yaxşıca qarışdırılır. Mən tam 15 dəqiqə qarışdırıram və ən sonunda bu kıvama gəlir. 8 qaşıq unu 2 dəfəyə əlavə edirəm. 4 xörək qaşığı unun üzərinə 1 çay qaşığı qabartma tozu əlavə edib ilk hissədə qarışdırıram. Ehmallıca qarışdırmaq lazımdır ki, yumurtalar sönməsin. Yaxşıca qarışdırdıqdan sonra unun ikinci hissəsini əlavə edirəm. Yaxşıca qarışdırdıqdan sonra ən sonda üzərinə 2 xörək qaşığı qaynar su əlavə edirəm. Və biskvitin xəmiri artıq hazırdır. Biskviti diametri 24 cm olan qəlibdə əvvəlcədən 160 dərəcədə alt-üst rejimdə isitdiyim sobada 40 dəqiqə bişirirəm. Sobanın istiliyi biskvitin yaxşı bişməsində çox böyük önəm daşıyır. Ən önəmli nüanslardan biri də 40 dəqiqə müddətində sobanın qapısını açmaq olmaz. Biskvit artıq hazırdır. Kənarlarını kəsib qəlibdən çıxardıram. Bu reseptlə hazırlanan biskviti çox asan 3 hissəyə ayırıb 1 ədəd orta ölçülü tort hazırlaya bilərsiniz. İzləyən hər kəsə təşəkkür edirəm. Daha maraqlı tort sirləri üçün səhifəmi izləməyi unutmayın.